Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiya vel murselin. Nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Rabbi şrah li sadri ve yessir li emri ve hlul ugdeten min lisani yefkahu qavli. Allahumma allimna ma yenfa'una ve enfa'na bima allamtana ve zidna ilma ba'd. Əziz qardaşlar, qarşıdan bilirsiniz ki, əzəmətli bir ay gəlir. Mübarək Ramazan ayı gəlir və hər bir insanın üzərinə vacibdir ki, bu ay üçün hazırlaşsın. Necə ki, biz keçən söhbətimizdə bu aya hazırlıq barədə danışmışdıq. Və bu aya hazırlıq yollarından biri dedik ki, bu ayla bağlı şərii hökmlərin öyrənilməsidir. Yəni, fiqhi əhkamların öyrənilməsidir. Və biz bugün inşallah Ramazanla bağlı bəzi əhkamları zikr edəcəyik. Yəni, bir dərsə nə qədər yerləşdirə biləcəyimiz qədər o barədə inşallah danışacaq. Və biz bilirik ki, Ramazan orucunun hökmü şəriətimizdə farzdır. Bu Quran, sünnə, icma ilə sabitdir. Allah təala buyurur ki: "Ya eyyuhellezine amanu kutiba aleykumus-siyamu kema kutiba alellezine min qablikum la'allakum tettaqun." Ey iman gətirənlər, sizdən öncəkilərə oruc fərz olduğu kimi sizlərə də fərz oldu ki, bəlkə təqvalı olasınız. Yəni Allah Azza və Cəllə açıq-aydın orucun bizə fərz olduğunu xəbər vermişdir. Həmçinin digər ayədə Allah buyurur ki: "Fəmən şəhidə minkumu şəhra fəlyasum." Sizdən kim ayı görərsə, aya şahid olarsa, bu aya yetişərsə, nədir? O ayı oruc tutsun. Həmçinin sünnədən də Rasulullah sallallahu aleyhi və səlləm hədisdə buyurur ki, "Buniyəl İslamu alə xams." İslam 5 şey üzərində bina olmuşdur. La ilahe illallah Muhammed Rasulullah şəhadəti, namaz qılmaq, zəkat vermək, həcc etmək və Ramazan orucunu tutmaq. Və icma ilə də İslam ümməti icma edib ki, Ramazan orucu fərzdir və o İslamın rükünlərindən biridir. Və dindən zəruri olaraq bilinən məsələlərdəndir. Və kim onu bilərəkdən inkar edərsə, o İslamdan çıxır və mürtəd sayılır. O ki, qaldı bu orucun fəzilətindən. Bunun fəziləti barədə yetərli qədər hədislər var, çoxlu hədislər varid olub Ramazanın orucunun fəziləti barədə. Yalnız biz o fəzilətlərdən bəzilərini zikr edək. Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, kim Ramazanı imanla və əcrini Allahdan umaraq tutarsa, onun keçmiş günahları bağışlanar. Həmçinin Allah Azza və Cəllə hədis qüdsüdə buyurur ki, Adəm övladının etdiyi bütün əməllər onun üçündür, oruçdan başqa oruc mənim üçündür, onun mükafatını da mən verirəm. Və oruc bir qalxandır. Sizdən biriniz oruçlu olarsa, qadınlarla bağlı yasaqlardan, yəni yaxınlıqdan uzaq dursun, pis sözdən uzaq dursun, cahillikdən uzaq dursun. Kimsə onu söyərsə, onu təhqir edərsə, yaxud onunla vuruşarsa, ona desin ki, mən oruçluyam, mən oruçluyam. Muhammedin nəfsi əlində olan Allaha and olsun ki, oruçlunun ağzından gələn qoxu Allah qatında qiyamət günü müşk ətirindən daha üstündür. Və oruç tutan üçün iki sevinç var, iki fərəh var. Birincisi, orucunu açdığı zaman qazandığı sevinç. Yəni, çünki insan orucunu açanda sevinir, gün ərzində ac olur, yemək yeyəndə sevinir. İkinci sevinç də o oruca görə Rəbbi ilə qarşılaşdığı zaman olan sevinçdir. Hədis Buxari və Müslim rəvayət etmişdir. Həmçinin Səhl ibn Səd radiyallahu anhdan gələn hədisdə Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, cənnətdə bir qapı var ki, o qapıya Rəyyan qapısı deyilir. Oradan yalnız oruç tutanlar daxil olacaq qiyamət günü və onlardan başqa kimsə daxil olmayacaq. Və deyiləcək ki, oruç tutanlar hardadır? Və onlar qalxacaqlar. Onlardan başqa kimsə daxil olmayacaq, çünki qapı, onlar daxil olduqdan sonra qapı bağlanacaq. Və Ramazan o orucunun, qardaşlar, fərz olunması məsələsi, daha doğrusu vacibliyi nə ilə sabit olur? Ramazan orucunun vacibliyi Ramazan hilalının, Ramazan ayının doğması ilə, ayı görməklə sabit olur. Yəni, necə ki, Rasulullah sallallahu aleyhi ve sellem bizə bəyan edir ki, "Sumu li ru'yetih və afdiru li ru'yetih."
ayı gördükdə orucu tutun, yəni Ramazana başlayın. Ayı gördükdə orucu açın, yəni Ramazanı bitirin. Fə in gummə aleykum şər fəaddu 30 əv əkmilu iddətə 30. Əgər deyir, hava bulutlu olarsa, sizə qarşısını alarsa, qeym olarsa, yəni görünməzsə, ayı görə bilməzsinizsə, o zaman ayı 30-dan tamamlayın. Yəni hər ikisinə aiddir. Yəni Şaban ayının 29-cu axşamı, yəni 29-cu günün axşamı, yəni 30-cu artıq hansı ki ehtimal olunan gündə 29-cu günü tamamlayırıq Şabanın. Axşam aya baxırıq. Ayı gördüksə, deyir ki, sabah Ramazanın biridir. Sabah orucuq. Yəni Şaban ayda 29-dan oldu. Ay görünmədisə, istər hava açıq olsun, ay doğmamış olsun, istərsə də hava ay doğula da bilər, lakin hava bulutlu oldu, ay görünmədi. O zaman Rasulullah s.a.v. bizə nə öyrədir? Deyir ki, ayı 30-dan tamamlayın. Yəni Şabanı 30-dan tamamlayın. O zaman deyir ki, xeyr, sabah oruç deyilik, biri gün orucu. Yaxşı, sual çıxır. Biri gündə ay görünməsə, yenə də oruç tutmuruq. Xeyr, ora aid deyil. Artıq sabahı gün 30-cu gün axşam baxılmır aya. Artıq yəqinliklə, çünki Rasulullah s.a.v. hədisdə bizə xəbər verir ki, ay Allah qatında 3 dəfə əli ilə bilir ki, ya 30 olur, ya da 2 dəfə belirir və belə şey ki, 29 olur. Ya 29 gündür, ya 30 gündür. Əgər bu ay 29-dan olmadısa 30-dan, 31-dən olma ehtimalı yoxdur. Çünki Rasulullah s.a.v. açıq aydın bizə bunu bəyan etmişdir. Deməli, ayın başlanması və bitməsi nə ilə sabitdir? Eyni şey Ramazanın soyuna da aiddir. Nə ilə sabitdir? Ayın görünməsi ilə. Təqvimə etimad edilməsi. Bu barədə necə ki, Şeyx Hasan ibn Teymiyyə icma nəql edir. Həmçinin digər alimlər icma nəql edir ki, ayın başlanması və bitməsində təqvimə etimad etmək batildir. Bu nədir? Alimlərin icması ilə bu şey sabitdir ki, bu batildir, şəriətə də müxalifdir. Lakin bu məsələdən biz daha da təfsilata getməyək. Qısaca olaraq deyirik ki, məsələn, birdən deyək ki, ölkə kalendarla gedir. Biz bu məsələdə alimlərin əlhamdülillah fətvalarını tərcümə etmişik. Necə ki, Şeyx Süleyman Ruheylinin fətvasını tərcümə etmişik ki, necə bunu məsələni uyğunlaşdıraq. Elə hallar var ki, çalışırıq ki, yəni ki, ölkəyə müxalif olmayaq, lakin möhtəbər rəylərə etimad edərək müxalif olmayaq. Lakin bəzən olur ki, artıq heç bir şey etmək olmur, cəm etmək olmur şər'i dəlillərlə, ölkənin elanını cəm etmək olmursa, o zaman biz şəriətə tabi oluruq. Demək ki, ölkə ilə gedək, kalendarla gedək, xeyr, belə bir şey yoxdur. Məsələn, ölkə elan edib ki, Şaban ayı 29-dandır, yəni ay görünəcək deyə, kalendarla öncədən elan edib. Yəni Şabanın 29 gün olduğunu və 30 gün olmadığını elan edib və Ramazanı bir gün tez deyib. Və yer üzündə bütün ölkələrdə, aya baxan bütün ölkələrdə baxırlar, Şaban ayının 29-cu gün axşamı ay görünmür. Və yer üzündə, hansı ki, aya etimad edən, ayla gedən, kalendarla getməyən bütün ölkələr Şabanı 30-dan tamamlayır. Sabahı deyir, oruç deyilik deyirlər. Biz biri gün tuturuq. Bu zaman sən necə cəm edəcəksən? Deyəcəksin ki, yox, mən sabah orucam, ölkəm bu rəydədir deyə, xeyr. Cəm edə bilməzsən sən. Aydın demə. Sənə vacib olan, həmçinin eyni şey Ramazanın sonuna da aiddir. Ramazanın sonunda sənin ölkən 29-dan elan edib, deyir, sabah bayramdır. Və bu axşamda heç yerdə, dünyanın heç bir yerində ay görünmür. Necə ki, bu bir neçə il bundan qabaq baş verdi bəzi ölkələrdə. Heç bir ölkədə ay görünmür. Yer üzündə aya baxan heç bir ölkədə ay görmürlər. Sənin ölkənsə öncədən elan edib sabah bayramdır. Sənin sabah oruc aça bilərsən, xeyr, sənin oruc açmağın haramdır. İnsanlar bayrama getsə də, qılsa da fərqi yoxdur. Sənə vacib olan şəriətə tabi olmandır, dəlillərə tabi olmandır. Və ay nə ilə sabit olur? Dedik ki, hilalın görünməsi ilə, yeni doğan ayın görünməsi ilə sabit olur və bu ayın başlanması bir nəfərin görməsi ilə, bir ədalətli insanın görməsi ilə yetərlidir. Lakin ayın sonu isə mütləq 2 nəfərin görməsi lazımdır. Çünki Rasulullah s.a.v. ümumi olaraq hədisdə deyir ki, ayı gördükdə oruç tutun, ayı gördükdə orucu açın,
ayı gördükdə qurbanınızı kəsin. Əgər bulutlu olarsa, ayı 30-dan tamamlayın. Əgər 2 nəfər ədalətli insan gəlib, ədalətli müsəlman şahidlik edərsə, o zaman oruca başlayın və orucu tamamlayın. 2 nəfəri Rasulullah s.ə.v şərt qoyur. Və bu hədis sünnədə səhih hədisdir. Peyğəmbər s.ə.v-lə sabit olan hədisdir. Əbu Davudda da varid olmuş hədisdir. Nəsaidə Əbu Davudda varid olmuş hədisdir. Həmçinin Haris ibn Hatib radiyallahu anh deyir ki, Peyğəmbər s.ə.v bizə əhd etdi ki, biz ayla qurbanımızı edək, qurban bayramını ayla edək. Əgər ayı görməsək, 2 nəfər ədalətli müsəlman gəlib şahidlik edərsə, o zaman onların şəhadəti əsasında biz qurban bayramını elan edirik. Rasulullah s.ə.v ümumi olaraq nə edir qardaşlar? 2 nəfərin şahidliyini şərt qoydu. Lakin burada başqa bir dəlil var. O da İbn Ömərin hədisidir. İbn Ömər radiyallahu anh deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin vaxtında insanlar ayı görməyə çıxdılar və mən deyir, Rasulullah sallallahu aleyhi və səlləmə xəbər verdim ki, ayı gördüm. Tək İbn Ömər görmüş olur və Peyğəmbər sallallahu aleyhi və səlləm oruç tutdu və insanlara da oruç tutmağı əmr etdi. Hədisi Buxari və Müslim rivayət edib. Təkcə İbn Ömərin şəhadəti ilə. Bu hədis dəlildir ki, Ramazanın başlanğıcında bir nəfərin də şəhadəti qəbuldur. Ümumi olaraq 2 nəfərdir, lakin başlayanda bir nəfərin şəhadəti də yetərlidir. Niyə görə sonunda 2 nəfərin şəhadəti yetərli deyil? Başlayanda. Çünki kimsə məsələn gəlib Ramazanın əvvəlində deməz ki, yalandan. Mən ayı gördüm. Niyə desin bunu? Oruç tutmaq üçün, savab qazanmaq üçün, bəs yalanı hara gedəcək? Allahdan qorxulan birisidirsə, bunu şəhadət etməz, yalandan şahidlik etməz. Çünki şahidliyi əsasında ibadət ediləcək. Bu şahidlik edirsə, deməli yalan danışmır. İnsan bir ibadətin başlanğıcına şahidlik edirsə, ayı gördüyünü deyirsə, bu yalandan demir. Ona görə bunun tək şəhadəti qəbuldur. Lakin ayın sonunda elədirmi? Xeyr. Ayın sonunda bir adam gəlib təkcə desə ki, mən ayı gördüm. Amma heç kəs görməyib. Onun şəhadəti qəbuldur və xeyr, qəbul deyil. Tək bir adam gəlib desə. Çünki ehtimal var ki, oruçdan canlı artıq yorulub, 29 gün tutub, 30-cu gün tutmaq istəmir, gəlib bunu deyə bilər. Çünki burada ibadət yoxdur. Bunun əməli üzərində ibadət qurulmur. Əksinə ibadətdən qaçış var. Ehtimal ola bilər. Ona görə onun tək insanın şəhadəti qəbul deyil. Yəni, alimlər hikmət olaraq bunu zikr ediblər. O yüzden Ramazanın sonunda mütləq 2 nəfərin şəhadəti gərəkir. Alimlər icma ediblər. Bu da nə ilə bağlı idi qardaşlar? Ayın görünməsi ilə bağlı idi. Növbəti məsələ qardaşlar, növbəti hökm əhkamlardan, oruçla bağlı əhkamlardan Ramazan orucu kimə vacibdir? Alimlər icma ediblər ki, Ramazan orucu hər bir müsəlman, ağlı başında olan, həddi buluğa çatan, sağlamlığı yerində olan, səfərdə olmayan və oruca mane olan işlərdən xali olan hər kəsə Ramazan orucu vacibdir. Müsəlman olan bəllidir. Kafir oruç tutsa da onun orucu qəbul deyil. Çünki bütün ibadətlərdə şərt nədir? İslamın olması, müsəlman olmasıdır. Bu məsələ bəllidir. İkinci, ağlın başında olması. Bu barədə Rasulullah s.ə.v hədisi var ki, 3 nəfərdən qələm qaldırılıb, onlardan biri də dəlidir, ağlı başına gələnə qədər. Dəli oruç tutsa, orucu sayılmır. Ona vacib deyil, tutsa da orucu sayılmır. Çünki dəlinin niyyət etmək qabiliyyəti yoxdur, o da niyyət edə bilməz, ona görə onun orucu yoxdur. Üçüncüsü, həddi buluğa çatmaq. Həddi buluğa çatmaq nədir, qardaşlar? Yəni, vaciblik baxımından həddi buluğa çatanda artıq insana oruc vacib olur. Lakin həddi buluqdan öncə oruç tutarsa, orucu səhihdirmi? Bəli, orucu səhihdir. Həddi buluqdan öncə tutarsa səhihdir. Necə ki, sahabələr deyir ki, biz uşaqlarımıza oruç tutturardıq.
ağlayıb yemək istəyəndə yundan oyuncaqlar verər deyəlinə ki, iftara qədər başları qarışsın. Yəni, oruca öyrətmək üçün yaxşıdır ki, uşaqları məsələn, az yaşdan orucu öyrəşdirirsən. Ramazanın bir neçə gününü tutmaqsa, gələn il biraz saylarını artırırsan o günlərin, ondan sonraki artıq həddi buluğ yaşına yaxınlaşanda artıq baxırsan ki, Ramazanı kamil tutur. Həddi buluğda da o oruçda bir sıxıntı çəkmir. Lakin həddi buluğa qədər uşaqdır, buna dəymə deyirsən, oruç tutmasın deyirsən, həddi buluq yaşında da birdən-birə, məsələn, deyək ki, bəzi uşaqlar məsələn, tez həddi buluğa girir, məsələn, 12 yaşında, 13 yaşında, bugünə qədər bir gün oruç tutmamış bir uşağa, birdən-birə bir ay oruç tutturmaq, baxırsan ki, əziyyət çəkir. Şəriətimizin də hikmətlərindən, məqsədlərindən biri budur. Yəni, insanı tədricən öyrətmək. Deməli, həddi buluqdan öncə tutarsa, oruç tutarsa, orucu səhihdir. Lakin ona vacib deyil. Yəni, tutduğu oruca görə savab qazanır, lakin ona vacib deyil. Ondan sonraki şeyin səhih olması, sağlam olması. Sağlam olma şərti də nədir? Yəni, sağlam olmayan xəstəyə oruç tutmaq vacib deyil. Həmçinin eyni şey səfərdə olana da, yəni muqim olması şərtdir. Dedik ki, səfərdə olana da oruç tutmaq vacib deyil. Dəlil də nədir? Allah təala buyurur ki: "Və men kana maridan aw ala safarin fa iddatun min ayyamin ukhar." Kim xəstə və ya səfərdə olarsa, tutmadığı günləri başqa günlər tutsun. Tutmadığı günləri başqa günlər tutsun. Lakin onlar müsafir və yaxud xəstə oruç tutarsa, orucu sayılırmı? Bəli, sayılır. Allah Azze və Cəllə onlara sadəcə rüxsət verib. Orucu açmaq üçün rüxsətləri var ki, onlar orucu aça bilərlər. Yaxşı, sual çıxır, hansı əfzəldir? Xəstənin və yaxud səfərdə olanın orucu açması mı, yoxsa oruç tutması mı? Bu barədə hədislər çoxdur. Alimlər ixtilaf ediblər. Məsələn, sahabələrdən gəlir ki, Əbu Səid el-Xudridən gəlir ki, Peyğəmbər sallallahu əleyhi və səlləmlə Ramazanda biz döyüşürdük. Və bizdən bəzilərimiz oruçlu idi, bəzilərimiz orucunu açmışdı. Oruclular oruç tutanları qınamırdı. Oruçlular oruç tutmayanları qınamırdı. Oruç tutmayanlar da oruç tutanları qınamırdı. Bu məsələdə alimlər ixtilaf ediblər. Rəylər var ki, bəziləri deyir. Hamısı ittifaq ediblər. Alimlər öncədən belə ki, 4 məzhəb ittifaq edib ki, 4 məzhəbin görüşüdür ki, tutsa da səhihdir, tutmasa da səhihdir. İxtilafları harada əfzəllikdir? Yəni, bunların 4 məzhəbə müxalif olan zahirələrdir. Zahirlər deyir, tutsan batildir. Yəni, bu rəyin özü batildir. Bu rəyin özü batil. Çünki zahirinə görə götürdüyünə görə ayənin, ona görə belə batilə düşüblər. 4 məzhəb isə deyir ki, tuta bilərsən, aça da bilərsən. Hansı əfzəldir? İxtilaf ediblər. Daha racih olan görüş, Allah aləm, odur ki, bu qayıdır insanın halına. Əgər səfərdə və ya xəstəlik halında tutmaq əziyyətdirsə, məşəqqətdirsə, açmaq əfzəldir. Yox, əgər əziyyət yoxsa, məşəqqət yoxdursa, tutmaq əfzəldir. Allah aləm, racih olan görüş məsələdə budur. Bu neçənci bu şərtlərdən nə oldu? Deməli, xəstəlik və sağlıq və muqim olması. Və dedik ki, oruca mane olan səbəblərdən də xali olsun. O da nədir? Qadınlarla bağlı. Qadınların adətində və ya nifas halında olmasıdır. Bunlar maneyə sayılır, qadınlara xasdır. Və bu barədə də sabit hədislər var. Necə ki, Peyğəmbər s.ə.v məşhur hədisi var ki, qadınların ağılda və dində naqis olduğunu deyəndə soruşur ki, sahabələr onlara izah edir ki, onların dində naqisliyi odur ki, adət xəstəliyində olduqda onlar namaz qılıb, oruc tutmurlar. Bu da onların dinində olan naqisliyidir. Həmçinin Ayşə radiyallahu anh deyir ki, bizdən birimiz adət halında olanda, Rasulullah s.ə.v zamanında orucu qəza etmək əmr olunurdu, lakin namazı qəza etmək bizə əmr olunmurdu. Hədisi və Buxari və Muslim rəvayət etmişdir. Deməli, qardaşlar, yəni bu halda qadının da oruç tutması nədir? Haramdır.
Xulasa olaraq bundan nə götürürük? İnsanların, oruçla bağlı insanların halı 4 yerə bölünür. Neçə yerə bölünür? 4 yerə bölünür. Birinci hal odur ki, o insanlara oruç tutmaq vacibdir. O insanlar kimlərdir? Saydığımız şərtlər kimdə ki, cəm olunub, o insanlara oruç tutmaq vacibdir. Müsəlmandır, ağlı başındadır, həddi buluğa çatıb, sağlığı yerindədir, səfərdə deyil, yerlidir. Hər hansı bir maniyəsi yoxdur. Bu insana oruç tutmaq vacibdir. İkinci qism insanlar odur ki, onlara oruç tutmaq haramdır. O da, qadın dedik ki, qadınlara aiddir. Adətində və yaxud nifas halında olan qadınlara aiddir ki, onların oruç tutması haramdır. Və onlar nedirlər? Mütləq açmalıdırlar və sonra isə o günləri qəza etməlidirlər. Üçüncü qism insanlar o insanlardır ki, onlara oruç tutmağa rüxsət verilib. Lakin onlar eyni zamanda qəza etmək də onlara vacibdir. Oruc açarlarsa qəza etmək vacibdir. Sonradan qəza edirlər. Burada kimlər aiddir? Müsafirdir və xəstə də bura aiddir ki, müsafirlə xəstə bunlar rüxsəti var, oruc aça bilərlər, lakin açsalar mütləq qəza etmələri lazımdır. Dördüncü qism insanlardır ki, onlara orucu açmağa rüxsət var, lakin yəni orucu tutmasalar rüxsət var və onlar fidyə verirlər. Neyinirlər? Fidyə verirlər, yedizdirirlər. Bu da kimlərə aiddir? Fidyə əhli kimlərdir? Yaşlı kişi və qadın, o insan ki, çox yaşlıdır, hər günün əvəzinə bir nəfəri yedizdirir və bir də sağalmayan bir xəstəliyə tutulmuş insanlar. Bunun sağalma artıq mümkün deyil. Bu insanlar hər günün əvəzinə bir nəfəri yedizdirir. O ki, qaldı süd verən və yaxud hamilə qadınlara, bu məsələdə həmçinin məzhəblər arasında ixtilaf var. Yəni, bir çox alimlər və bizim də elm tələbələn bir çox tərcih edir ki, onlar fidyə verirlər. Bəzi alimlər deyirlər ki, onlar qəza edirlər. Bəziləri deyir ki, əgər ardıcıl, məsələn, hər il, məsələn, bir il süd verir, bir il hamilə qalır, bir il süd, ardıcıl yığılır deyə, o zaman fidyə verə bilər. Lakin, əgər normal bir şeydirsə, məsələn, deyək ki, bir uşaqdır, iki uşaqdır, bir kilin orucu yığılıbsa, o o günləri hesablayıb qəza etməsi lazımdır. Qəza rəyi, yəni mənim tərcih etdiyim görüşdür, amma digər görüşlər də mötəbər rəylərdir ki, yəni fidyə görüşü. Bəziləri deyirlər ki, həm fidyə verir, həm qəza edir, bu görüş də var. Və bəziləri təfsilat edirlər ki, uşağa görə qorxarsa fidyə mi verir və yaxud özünə görə qorxarsa, bu şəkildə təfsilat edənlər də var. Məsələdə bir neçə rəy var. Allah aləm, mənim yəni ki, racih gördüyüm görüş odur ki, mənə görə bu qəza edir, lakin digər görüşlər də mötəbər görüşlərdən sayılır. Və yedirmənin miqdarı nədir? Yedirmənin miqdarı fidyədə, məsələn, yaşlı bir insanın və ya xəstənin yedirtməsi, yəni sağalmayan xəstənin yedirtməsi nə qədərdir? Bir dəfə qarnını doyuracaq qədər, bir kasıbın bir dəfə qarnını doyuracağı qədər. Deyək ki, 30 nəfərlik süfrə açdın, Ramazanın 30-cu günü, 30 kasıbı yığdın, deyək ki, onlara iftar verdin və yaxud Ramazandan sonra onları günorta yeməyinə dəvət edin, 30 nəfəri yedirtdin. Şərt deyil ki, bu Ramazanda ola. Ramazandan sonra da bunu etmək nədir? İcazəlidir. Və bu 30 nəfərə, yaxud bir nəfəri 30 gün yedirtdin və yaxud 10 nəfəri 3 dəfə yedirtdin. Bu hamısı ondan, bu nədir? Fidyəni ödəmiş olursa. Yəni, bir günün orucun əvəzində bir kasıbı bir öynə yedirtmək deməkdir. Bir öynə qayrını doyurmaq deməkdir. Gəldik orucun rükünlərinə, qardaşlar. Orucun rükünləri 2 dənə rükünü var. Birincisi niyyət, innəməl əməl bin niyyət, əməllər niyyətlərə görədir. İkincisi də fəcr doğandan gün batana qədər orucu pozan amillərdən uzaq durmaq. Fəcr doğandan gün batana qədər orucu pozan amillərdən uzaq durmamız. Bu 2 dənə cəmi rükünü var.
Orucu yaxşı nə pozur? Orucu pozan amillər, bir neçə amillər var. Biz o amilləri bir-bir sayaq. Və bunların da təbii ki, hər birinin də təfsilatı var. İnşallah Ramazan boyu bu təfsilatları inşallah yenə kanallarımızda paylaşacaq. Faydaları göndərəcək inşallah ki, yəni o bəzi şeylər var ki, məsələn incəliklər var, suallar çıxır ki, bu hansı qismə daxildir və s. Onları inşallah izah edəcək. Burada isə ümumi əsasları zikr edirik. Birincisi, qəsdən yemək və ya içmək. Bu 1 və 2-dir. Qəsdən yemək və içmək. Kim unudaraq yeyib içərsə və onun heç bir qəza və ya kəffarə yoxdur. Necə ki, Rasulullah s.ə.v buyurur ki, kim oruclu halda unudaraq yeyib içərsə, orucunu tamamlasın. Çünki onu Allah yedirib içirmişdir. Deməli, yəni unudaraq insan yesə, xüsusən də bu Ramazanın birinci günü bir çox insanlarda baş verir. Bu normal bir şeydir. Lakin qəsdən yeyib içə bilməzsən. İkincisi, qəsdən, daha doğrusu üçüncüsü qəsdən qusmaqdır. İnsanın özünü qusturmasıdır. Rasulullah s.ə.v hədisdə buyurur ki, kimə qusmaq güc gələrsə, ona qəza gərəkmir. Kim özünü qusturarsa, orucunu qəza etsin. İnsan məsələn özündən asılı səhurda yediyi vaxt hər hansı bir şey səbəbi ilə qusa bilər, özündən asılı olmayaraq qaytararsa, bu onun orucunu pozmur, orucuna davam edir. Lakin kim özünü əlini salıb ağzına qusturur və yaxud yəni iyrənc bir şeyi müşahidə edir, özü qəsdən, bəzi şeylər var ki, insan baxanda qusur, bunu edirsə, bu da özünü qəsdən qusturmağa daxildir. Bunun orucu pozulmuş sayılır. Bu 3 oldu. 4-cü və 5-ci heyz, adət və nifasın olmasıdır. Hətta məğribə 1 dəqiqə qalmış olsa belə, qadın qan görərsə artıq nədir? Həmin gün orucu batil olur. 1 dəqiqə qalmış olsa belə oruc batil olur. Bu məsələdə alimlər icma ediblər. Orucu pozan amillərdən 6-cısı hicamadır. Bu düzdür, ixtilaflıdır. İxtilaflıdır. Rasulullah s.ə.v hədisdə buyurur ki, aftarəl həcim vəl məhcum hicama etdirən və etdirən orucu pozulmuşdur. O edən ona görə, yəni o qan alan ona görə pozulurdu ki, qədimdə buynuzla alırdılar, sorurdu qanı, onun ağzına qan getmə ehtimalı var idi deyə ona görə. Amma indiki zamana o aid deyil. Lakin qan alanın orucunun pozulması, necə ki bu İbn Teymiyyə rahimehullahın da görüşüdür. Düzdür, məsələ yenə deyirəm, ixtilaflıdır. Racih olan görüş və ehtiyat olan görüş odur ki, nədir? Hicama pozur və insan da orucunu təhlükəyə atmasın. Kimsə qan aldırmaq istəyirsə bunu məğribdən sonraya saxlasın. Orucu pozan amillərdən 7-cisi niyyətdə tərəddüd etmək və yaxud orucu açmağa niyyətlənmək. İnsan niyyətində əzimkar olmalıdır. Niyyətdə tərəddüd edərsə və yaxud oruca əzimkarla niyyət edir ki, orucu açıram günün gün orta vaxtı ki, artıq orucu açıram. Ürəyindən keçirir ki, bunu qəti şəkildə edərsə, onun orucu pozulubdur. Həmən günün orucu pozulub, həmən günü qəza etməsi lazımdır. Və 8-ci amil istimnadır, yəni insanın masturbasiya etməsi və bu əməl əslində haramdır. Lakin haramlıqla eyni bərabər, eyni zamanda nədir, insanın orucu da pozulur, həmən günü qəza etməsi lazımdır. Və 9-cu da əlaqədir və bu orucu pozan amillər içindəsində ən şiddətlisidir. Kimdən bu baş verərsə, həm üzərinə tövbə gərəkir, həm həmin günü qəza etməsi və kəffarə. Kəffarə tək yaxınlıqda gərəkir. O da kəffarə də nədir? Ya bir qul azad etməkdir. Qul azad etməyə qadir deyilsə, 60 gün ardıcıl ara vermədən oruç tutmalıdır. Ona da qadir deyilsə, 60 kasıbı yedirib doyurmalıdır. Və bu hansı ki, oruç pozan amillər içərisində ən şiddətlisidir. Bundan sonra gəlir qardaşlar, oruçda bəzi müstəhəblər var ki, orucla bağlı müstəhəb amillər var. Bunları da bilməmiz yaxşıdır. Birincisi bu nədir? Səhur etməkdir. Rasulullah sallallahu aleyhi və səlləm hədisdə buyurur ki, təsəhharu fə innə fissəhuri bərəkə. Səhur edin, səhurda bərəkət var. Başqa hədisdə buyurur ki, bizimlə
onlar arasında, kitab arasında, əhl arasında nədir? Səhur yeməyidir, fərqimiz səhur yeməyidir. Həmçinin başqa hədisdə gəlir ki, Rasulullah s.ə.v-dən deyir ki, bir qurtum su da olsa səhur edin. Və onu gecikdirmək də sünnətdir. Və deyir, hədisdə gəlir ki, sizdən insanlar səhuru gecikdirib iftarı tezləşdirdikləri müddətcə xeyir üzərində olacaqlar. Həmçinin Zeyd ibn Səbit radiyallahu anh deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellemlə bərabər səhur etdik, sonra namaza qalıqdı. Ravi soruşur ki, namazla səhur arasında, daha doğrusu əzanla səhur arasında nə qədər vaxt var idi? Deyir ki, 50 ayə oxunacaq qədər. Hətta Rasulullah sallallahu aleyhi ve sellem bizə başa öyrədib ki, sizdən biriniz əzanı eşitdiyi zaman qab əlində olarsa, yeməyini qoymasın yerə, ta ki, onun ehtiyacını ödəyənə qədər, qabın içindəkini, əlindəkini yeyib bitirənə qədər azanı eşitsə belə, nə deyir, yeməyinə davam etsin. Bu da şəriətimizin asanlığındandır, dilimizin gözəlliyindəndir. Həmçinin, qardaşlar, orucla bağlı olan ədəblərdən biri də insanın boş-boş söhbətlərdən, lağı-lağı söhbətlərdən və günahlardan və oruca ümumiyyətlə zərər toxunduracaq hər bir şeydən uzaq durmasıdır. Rasulullah s.ə.v hədisdə buyurur ki, sizdən biriniz oruçlu olarkən pis söz danışmasın, qəzəblənməsin, cahillik etməsin. Kimsə onu söyərsə, onunla savaşarsa, ona desin ki, mən oruçluyam. Mən oruçluyam. Başqa hədisdə Rasulullah s.ə.v buyurur ki, sizdən əgər kimsə yalandan şəhadət etməyi, yalandan şahidliyi, yalan danışmağı, ona əməl etməyi, yalana əməl etməyi tərk etməzsə, Allah Azza və Cəllənin onun ac və susuz qalmasına ehtiyacı yoxdur. Oruc əslində bir mədrəsədir, bir iman məktəbi, tərbiyə məktəbidir. İnsanın təkcə qarnı oruç tutmur. İnsanın bütün əzaları oruçdur, gözü oruçdur, harama baxmır, qulağı oruçdur, haramı dinləmir, dili oruçdur, pis sözlərdən dilini qoruyur. Bütün əzaları ilə oruç tutması lazımdır. Qəlbi oruçdur, qəlbindən kin, küdurəti, qəlb xəstəliklərini qəlbindən təmizləyir. Orucun əsas məqsədi, qayəsi budur. Təkcə ac susuz qalmaq deyil. Ac susuz qalmaq oruçdan bir parçadır. Əgər sən normal vaxtda Allahın sənə halal etdiyi bir şeyləri Allah üçün tərk edə bilirsənsə, o da nədir? Yemək, içməkdir, sudur, yeməkdir. Bunları sən, hansı ki, əsli halal olan bir şeylərdir. Allah əmr edib deyə bunları tərk edirsən, oruc üçün tərk edirsənsə. Necə olur ki, əsli olaraq Allah Azza və Cəllənin haram etdiyi şeyləri tərk etmirsən. Yalan danışmaq, qeybət etmək kimi bunları tərk etmirsən. Hansı ki, bu oruçlu oldun, olmadın, sənə haramdır. Necə olur ki, bunu tərk etməyəsən. Ona görə müsəlman bu əməllərə diqqət etməlidir. Həmçinin orucla bağlı ədəblərdəndir ki, insanın səxavətliyinin artması. Peyğəmbər sallallahu əleyhi və səlləm haqqında gəlir ki, Rasulullah sallallahu əleyhi və səlləm insanların ən səxavətlisi idi və onun səxavətliyi Ramazanda daha da artardı, sanki sürətli bir küləyə bənzəyərdi. Əl açıqlığı artardı. İnsan normal vaxtda etdiyi sədəqələrin qat-qat artığını Ramazanda etməsi gözəl əməllərdəndir. Və həmçinin Ramazanda olan ədəblərdən biri Quran oxumağı çoxaltmaqdır. Cəbrail əleyhissalam hər Ramazanda Peyğəmbər sallallahu əleyhi və səlləm yanına gələrdi, Quranı oxuyardılar bir-birinə. Axırıncı da Ramazanda isə 2 dəfə xətm etmişdi. Və sələflər də bu məsələdə həris olublar. Ramazan ayı gəldikdə bütün əməllərini tərk edib, bütün işlərini, yüzlərini tərk edib Qurana dönərdilər. Quranı xətm etməklə məşğul olardılar. Həmçinin orucla bağlı ədəblərdən iftarı tezləşdirməkdir. Rasulullah sallallahu əleyhi və səlləm buyurur ki, insanlar iftarı tezləşdirdikcə xeyir üzərində olacaqlar. Həmçinin orucu açarkən sünnədə gələn bir şəkildə iftarı açmaq ədəblərdəndir. O da nədir? Rutabla, yaş xurma ilə açmaq, tapmasan normal xurma ilə, tapmasan su ilə açmaqdır. Necə ki, Rasulullah sallallahu əleyhi və səlləm bu ardıcıllıqla edərdi. Həmçinin iftar vaxtı dua etmək orucun ədəblərindəndir ki, zəhəbəl zaməu və bitəllətil uruqu və səbətəl əcru inşallah. Bu duanı oruc açımında etmək də orucun ədəblərindəndir. Və orucluya mübah olan əməllər var, qardaşlar. Onlardan birincisi, yəni hansı ki, icazəlidir, oruc vaxtı etməsi icazəli olan, sərinlənmək üçün çimmək. İnsanın başına suyu tökməsi və s. Bu nədir? Orucuna heç bir təsiri yoxdur. Necə ki, bu barədə
sahabələr deyir ki, sahabələrdən biri deyir ki, Peyğəmbər sallallahu əleyhi və səlləmi gördüm. Oruclukən başına su tökürdü. Yəni havanın istisi səbəbilə başına su tökürdü. Həmçinin ağzı və burnu yaxalamaq. Necə ki, dəstəmazda Rasulullah sallallahu əleyhi və səlləm buyurur ki, bəliğ fil istinşaq illə ən təkuna saimə. Oruclu deyilsənsə, istinşaqda, yəni burnunuza su çəkməkdə, ağza burnu çəkməkdə nədir? Qarqara et, dərinə çək. Lakin oruclu olanda normal şəkildə çəkirsən, qarqara etmirsən, qarqaradan çəkinirsən. Çünki bu da nədir? Oruca təsir edir. Həmçinin insanın dişini sürtməsi, misvakla və yaxud adi şotka ilə məsələn dişini təmizləməsi, bu da nədir? Oruca təsir etmir. Və yaxud insanın göz damcısından, qulaq damcısından istifadə etməsi oruca təsir etmir. Lakin burun damcısı orucu pozur. Burun damcısı orucu pozur. Lakin göz və qulaq damcısı oruca təsir etmir. Həmçinin insanın məsələn yoldaşına, məsələn əgər özünə sahib ola biləcəksə, deyək ki, yoldaşını öpməsi və s. icazəlidir. Necə ki, Peyğəmbər sallallahu əleyhi və səlləm zövcələrindən deyilir ki, Rasulullah sallallahu əleyhi və səlləm oruçlukən zövcələrini öpərdi və o özünə ən sahib olan qız idi. Və həmçinin insanın yuxudan, deyək ki, cünublu şəkildə yuxudan oyanması, bu da normal olan bir şeydir və bu onun orucuna heç bir təsiri yoxdur. Orucu onun səhihdir. Və həmçinin insanın ətir vurması, ətirlənməsi, bu da nədir? İcazəlidir. Həmçinin qardaşlar, məsələn, iynələrdən, ağrı kəsici iynələr, tərkibində vitamin olmayan, qidalandırıcı olmayan bütün iynələr nədir? Oruçlu vaxtı icazəlidir. Lakin o vitaminlər olarsa, sistem və ya s. qidalandırıcı bir şeylər olarsa, o orucu pozur. O olmadıqca oruc səhihdir. Allah azə və cəllə istəyirəm ki, bizi eşidib faydalanlardan eləsin, eşidib yaxsan tabi olanlardan eləsin. Subhanəkallahumma bihamdik, əşhədu ən la ilahə illə əntə, əstəğfiruka və etûbü ileyk.